və bu kitablar Cənub bölgəsinin tanınmış alimi Şeyx Cəlal Lənkəraniyə aid kitablarmış. Ağababayev Sərdar Nurəddinoğlu, Masalran Şərəfə kəndi din icmasının sədri, məscidin imamı. Bu kitablar təqribən 17-ci, 18-ci əsrlərə aid olan, hamısı İslam dinimizə aid olan kitablardır. Çox dərin kitablardır. Yəni İslamın dərinliyi Quranın təfsiridir, fiqh elminə aiddir, əqaid elminə aiddir, tarix elminə aiddir. Hamısı dini kitablardır və kitablar gördüyünüz kimi əti halal olan, yəni heyvanların dərisindən hazırlanıb. Təqribən 2 əsr, bəziləri 1 əsr keçməyinə baxmayaraq xarab olmayıblar, hamısı yaxşı formada qalıb. İçərisindəki kağız da o qədər keyfiyyətlidir ki, neçə gün suda qalmağına baxmayaraq xarab olmayıblar. Yazılar bir-birinə qarışmayıb, hərflər itməyib, vərəqlər yapışıb, cırılmayıb. Bu cür, yəqin ki, özlərinə lazım olmadığı üçün, həmin ailədə ola bilsin, tam belə deyiləm, lazım olmadığı üçün bu kitabları qərar gəliblər ki, ataq, evdə saxlamayaq. Bunun içindəki əl yazmalar da hamısı əllə yazılır. Əl yazmalar da həmin alimin... Yəni o çapdan çıxmır, yəni bu barədə... O dövrdə bu cür çap olmadığına görə, müasir çap olmadığına görə hamısı əl yazmalardır, əllə yazılıb. Amma nə qədər əllə yazılsa da belə görürsünüz ki, xəttlər hamısı yerindədir, səliqə öz yerindədir, çox gözəl nəfis formada hazırlanıb. Və alimin bunları oxuyub, bu kitablardan çıxartdığı əl yazmalar var. O daha dəyərlidir. Ki, bir neçə kitabdan görürsən ki, 2 cümlə çıxardıb. Bir neçə kitabdan 3 cümlə çıxardıb. O daha dəyərlidir. Hamısı da burada tapılıb, çıxardılıb ortadadır. Nə kitablardır bunlar, nəsiz? Bunlar əsasən fiqhdir, İslam əqaididir, əxlaqdır, Quran təfsiridir, sonra İslam tarixidir, imamların həyat haqqında tarixi kitablardır və əl yazmalardır. Çox gözəl hazırlanmış kitablardır və yazılardanız. Hacı, bu kitablar isə yəni əksərinə tanış olsa, sən maraqlısı, yəni bu dövrdə olmayan bir şey, onlar hansılar? Ən maraqlısı İslam tarixidir, imamların həyatı idi. Düzdür, tam hamısını da oxuyub vaxtımız olmadı. Ən əsasən təfsirlə İslam tarixi. İmamların həyatı. Bunlar hara təhvil veriləcək? Bunlar yəqin ki, müəllim tərəfindən Diyarşünaslıq və Tarix Muzeyi var rayonumuzda, ora təhvil veriləcək. Biz üçün ən dəyərlisi budur ki, rayonumuzda sağ olsunlar, elə bir Tarix və Diyar Muzeyi təşkil ediblər, Diyarşünaslıq Muzeyi təşkil ediblər və kitablar ora təhvil veriləcək. Kim istəyərsə gedib oradan götürüb maariflənə bilər. Rauf Cəbiyev kitablar haqqında öncə məlumat vermişdim. Yəni Masallı rayonu Ucqar Dağrelvi kəndi olan Məmmədoba və Tuadu yolunun sol hissəsində keçən Çaykeş çayında deməli 3 kisə kitabın keçməsi barədə kənd cəmiyyəti məlumat vermişdi. Biz arada olduğumuz zaman bir kisə kitablar aşkarladıq, 9 ədəd. O vaxt siz çəkiliş etmişdiniz. Daha sonra bizə deyilən 2 kisə barədə biz araşdırmalarımız və axtarışlarımız davam etdi. Biz ikinci kisədə 5 kitabı aşkarladıq. Durmadan araşdırmalarımız, axtarışlarımız getdikdə biz həmin ərazidən 2 kilometr uzaqlıqda digər 2 kisə əlavə edək. Yəni 4 kisəymiş, 3 kisə deyilmiş. Burada 80 ədəd kitablardır və bu kitablar Cənub bölgəsinin tanınmış alimi Şeyx Cəlal Lənkəraniyə aid kitablarmış. Biz bunu dəqiqləşdirdik. Şeyx Cəlal Lənkərani el arasında Cəlal Axund kimi tanınıb. O 1885-ci ildə Masallı rayonu Kolatan kəndində anadan olub. 1900-cü ildən 1920-ci ilə kimi Tehranda və Nəcəf Əşrəfdə dini dərslər alıb. Deməli, bu Şeyx 1920-ci ildə Masallı rayonu Kolatan kəndinə qayıdıb. Orada dini təhsilə məşğul olub. Daha tez orada təzyiqlərə və təqiblərə məruz qaldığında 1928-ci ildə Biləsuvar rayonuna köçüb. Orada gizli dini təhsil keçdiyi üçün 2 ay sonra həbs olunub, 10 il həbs cəzası alıb. 1938-ci ildə azadlığa çıxıb, daha qısa bir zamanda yenidən həbs olunub və Qazaxstana sürgün olunub. 1948-ci ildə Şeyx Azərbaycana qayıdıb və Bakı şəhərində, Buzovna qəsəbəsində dini dərslər keçib. 1957-ci ilə kimi 1957-ci ildə doğulduğu Kolatan kəndinə qayıdıb
və 1961-ci ilə kimi həmin kənddə yaşayıb, 1961-ci ildə Kolatan kəndində dünyasını dəyişib və orada dəfn olunub. Kitablar təsadüfdən, yəni bayaq qeyd etdiyim kimi dağ relyefli Məmmədova Tuadu yolu, yəni şeyxin özünün doğulduğu kənddən 10 kilometr uzaqlıqda çaya atılmışdı, Çaykəş çayına və bizə məlumat verildi, biz araşdırmalar apardıq, gördük ki, deməli, ailə münaqişəsi zəminində bu kitablar çaya atılıbdır. Yəni bunu məhv etmək üçün digər üsullardan istifadə olunub, amma bunlar alınmadıqda onların çaya atılması qərarı verilib və biz məlumat alan kimi dərhal əraziyə getdik. Əslində onlar heç kim bilmirdi kimin kitablarıdır. Bu uzun araşdırmalar sonra dəqiqləşdirdik ki, kitablar kimindir. Və nəhayət bu kitablar bugün 80 ədəddir, sonuncu araşdırmamız və bütün kitablar, biz onlardan öyrəndik ki, neçə kitab çaya atılıb, dəqiqliyinə dedilər. Hal-hazırda 94 kitab biz tapmışıq, 80-i buradadır, 14 ədədi Masallı Tarix Yarışması Muzeyinə verilib. Bu kitablar bu kitablar günün ikinci yarısında rəsmi surətdə Masallı Tarix Yarışması Muzeyinə veriləcək.